52-ci sual. Cədvəldə verilən Paleozoy erasının geoloji dövrlərinin hansılarının yerini dəyişsək, onların qədimdən cavana doğru düzgün sırasını müəyyən etmək olar. Burada Paleozoyun geoloji dövrləri verilib, lakin ardıcıllıq pozulub. Və biz bunu düzəltməliyik. Bizdə Paleozoy necə idi? Kembri, qədimdən cavana düzürəm. Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perim. Ardıcıllıq belə də qədimdən cavana doğru. Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perim. Bizdə nə var? Kembri, Silur, Ordovik, Devon, daş kömür, Perim. Baxın, Silur və Ordovikin yeri səhv salınıb. Ordovik burada olmalıdır, Silur burada olmalıdır. Yəni biz burada 2 və 3-ün yerini dəyişməliyik. Sonra 53. 52 oldu ya variantı. Cədvəldə verilən geoloji yerlərdən hansına yerini dəyişsək, qədimdən cavana doğru düzgün sıranı müəyyən etmək olar. Eraları verib, olmalıdır Arxey, Proterozoy, Paleozoy, Mezozoy, Kaynozoy. Bizdə verib Arxey, Mezozoy, Paleozoy, Proterozoy, Kaynozoy. Proterozoy Arxeydən sonradır. Mezozoy Paleozoydan sonradır. Biz burada 2 və 4-ün yerini dəyişməliyik. C variantı. 54. Geoloji keçmişdə Lavrasiya qurusunun tərkibində olmuş müasir materiklər üçün ümumi əlamətləri müəyyən edin. Lavrasiya qurusuna aiddir Şimali Amerika, bir də Avrasiya. Bu iki materik Lavrasiyadan ayrılıb. 3 yarımkürədə yerləşirlər. Şimali Amerika 2 yarımkürədə yerləşir. Ona görə biz biri ortaq götürə bilmərik. Şimal tropik xətti və şimal qütb dairəsi kəsişirlər. Bəli, həm Şimali Amerika, həm Avrasiya tropik və qütb dairəsi ilə kəsişir. Qütb ulduzu müşahidə olunur, hər ikisində müşahidə olunur. Günəşin zenitdə olma prosesini müşahidə etmək mümkün deyil. Yanlışdır. Yəni tropik keçirsə 100%dir ki, orada zenitdə müşahidə olunur. Bütün saat qurşaqlarını yerləşdir. Xeyr, bu Antarktidaya aiddir bütün saat qurşağı. Bizə cavab oldu 2 və 3 C variantı. 55. Faydalı qazıntıların şərti işarələrinə əsasən doğru sıraları müəyyən edin. Bizdə verib filiz, qeyri-filiz və yanar faydalı qazıntılar uyğunluğu müəyyən edək. 1 yanlışdır. Nəyə görə? Çünki filiz altına qonur kömürünün işarəsini qoyub, ona görə yanlışdır. Bu da qeyri-filizdə Wolfram işarəsi var, bu da yanlışdır. Yanarda neft, bu doğrudur, amma digərləri yanlışdır. Ona görə 1 götürə bilmərik. 2-də filizdə deməli gümüşü verib, düzdür. Qeyri-filizdə bu fosforitdir. Yəni, əgər üfüqü formadadırsa bu işarə apatitdir, şaquldirsə fosforitdir. Və qeyri-filizə verib, doğrudur. Yanara da torfu verib, doğrudur. Yəni, 2-də problem yoxdur. 3-də filizə qızılı verib, doğrudur. Qeyri-filizə deməli qlaber duzunu verib, burada da problem yoxdur. Bəli, qlaber duzu qeyri-filiz. Sonra yanara səhv verib. Bu yanar deyil, bu kobaltın işarəsi də filizdə olmalıydı. Ona görə yanlışdır. Deməli, filiz nikel doğrudur, əqiq qeyri-filiz doğrudur, təbii qaz yanara doğrudur. 4 doğrudur. 5-də filizdə kükürdü verib, səhvdir. Səhvdir. Qeyri-filizə həngdaşı, qeyri-filizdə həngdaşı, bəli, amma burada biz götürə bilmərik. Kükürdə filizi götürə bilmərik. Kükürd özü qeyri-filizdir. Ona görə 5-də çıxdıq. 6-da filizdə qalayı verib, doğrudur. Duzu verib, qeyri-filizdə doğrudur. Kömürü verib, yanarda doğrudur. 6 doğrudur. 2, 4, 6 oldu. C variantı. 56. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Yer qabığı üst mantia ilə birlikdə litosfer adlanır. Doğrudur. Qranit qat yer qabığının ən üst qatı. Yanlışdır, çökmə ən üst qatdır. Yerin nüvəsi əsasən dəmir və nikeldən təşkil olunub. Doğrudur, yəni D, Y, D. Fanerozoy gizli həyat, xeyr. Kriptozoydu gizli həyat, fanerozoy aşkar həyatdır. Doğru, doğru, yanlış, yanlış. 56-da A variantı. 57. Verilmiş fikirlərdən hansı filiz qazıntılar üçün səciyyəvidir? Maqmatik mənşəli doğrudur. Ovalıq və şelfdə xeyr, ovalıq və şelfdə yanar faydalı qazıntıdır. Əhəngdaşı gips mərmər qeyri-filizdir.
Daha çox dağlar və denudasyon düzənliklərdə bəli filizə aiddir. Yanar faydalı qaz hesab olunur. Xeyr, yanar hesab olunmurlar. Çökmə yanar hesab olunur. 1-4 oldu bizim doğru cavabımız Y variantı. 58. Filiz faydalı qazıntılarının şərti işarələrini seçin. Filizləri seçməliyik. 1 səhvdir, kömürdür, filiz deyil. 2 dəmir götürürük. 3 mis götürürük. 4 nefti götürmürük. 5 manqandır, filizdir. 6 qızıl filizdir. 7 də alüminiuma bənzəyir. Biraz fərqli ama alüminium olar. Deməli nədir? Filizdir. 8 qaz filiz deyil. 9 duz filiz deyil. 10 əqiq filiz deyil. Oldu bizdə 2, 3, 5, 6, 7 D variantı. 59. Sxema əslən rəqəmlərə uyğun gələn geoloji dövrləri müəyyən edin. Kembri verilib. Ordovik, Silur, Devon, daş kömür, Perm. Bu oldu. Paleozoy burada bitti. Mezozoyun devam ediyorum. Trias, Jura, Tebaşir, Mezozoy bitti. Kainozoyda Paleogen, Neogen, Antropogen. Beləcə dövrlər tamamlandı. İndi bizdə 1'ə dedik Silur, 2'ye daş kömür, 3'e Jura, 4'e də Antropogen və 4-cü dövr. Baxaq, 1 Silur, 2 daş kömür, 3 Jura, 4 4-cü dövr A variantı tamamilə doğrudur. 60. Yenə də eyni sualda. Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perm, Trias, Jura, Tebaşir, Paleogen, Neogen, Antropogen və 4-cü dövr. 1'də Silur, 2 Perm, deməli 3 Tebaşir, bu da doğrudur. Sildik. 4 4-cü dövr A variantı yenə doğrudur. 61. Euler-Venn diaqramı nəsil uyğunluğu müəyyən edin. Maqmatik və çökmə süxurların müqayisəsini bizdən istəyir. Bir yüksək temperatur və təzyiqdə çevrilmə. Aha, görün nə deyir? Yüksək temperatur və təzyiq şəraitində metamorfik süxurlara çevrilmə imkanına malikdirlər. Yəni bu süxurlar metamorfizləşə bilirlər. Bu əlbəttə ki, hər ikisinə aiddir. Həm maqmatik süxurlar metamorfizləşir, həm də çökmələr metamorfizləşir. Bazalt və qranit əlbəttə ki, maqmatik, yanar əlbəttə ki, çökmə, bəzi növləri bitki və heyvan qalıqlarından yaranır. Üzvü mənşəli çökmə süxurlara bu aiddir. Bizdə oldu 1'ə 2, 2'ye 3, 4, 3'e 1, 61'də A variantı. 62. Sxema əslən süxurların yatma ardıcılığına görə onların nisbi yaşının artma sırasını müəyyən edin. Nisbi yaşı biz dedik ki, yatma ardıcılığını əslən müəyyən edirik. Ən dərində olan süxur daha qədimdir, ən üstdə olan süxur daha cavandır. Və deyir ki, artma sırası, yəni bu istiqamətdə biz gəlməliyik. Artma sırasına əsasən birinci ən cavan gil, qum, kvarsit, qranit. Yəni sıralama belə olmalıdır. Rəqəmlə də yazaq. 2, 4, 3, 1. 2, 4, 3, 1. 2, 4, 3, 1. Aha, bir də onların mənşəyini istəyir. 1 deyir maqmatikdir. Bəli, qranit maqmatikdir. 2, 4 çökmədir. Bəli. Kvarsit metamorfikdir. Bu da doğrudur. Bəli, baxaq. 1, 3 maqmatikdir. Kvarsit maqmatik deyil. Kvarsit metamorfikdir. Yəni A variantı oldu bizim doğru cavabımız. 63. Ferromaqnit filiz faydalı qazıntılarına aid deyil. Ferromaqnit yəni müəyyən filizlər vardır ki, onların maqnitlik xassəsinə malikdir və onların çox olduğu ərazilərdə, yəni yayıldığı ərazilərdə biz keçmişik ki, kompasın nəqrəbləri işləmir. Və buna hansı? Dəmir ferromaqnitdir. Nikel ferromaqnitdir. 1 və 2 olan variantları biz buradan çıxırıq. Deməli, B və Y variantlarımız qalır. Aha, 1'i də çıxırıq. Dəmirlə nikeli çıxırıq. Kobalt da var. Kobaltda çıxdıq. 3, 5, 6 mis, boksit və qalay. Bunlar ferromaqnit deyirlər. 64. Qeyri-filiz və yanacaq mənşəli faydalı qazıntılarının şərti işarələrini seçin. 1 kömür, yanar faydalı qazıntı, 2 dəmirdir, silirik.
Mis, silik, filizdir. 4 neft götürürük. 5 manqanı götürmürük. 6 qızılı götürmürük. 7 alüminiumu götürmürük. 8 qazı götürürük. 9 duzu götürürük. 10 əqiqi götürürük. 1, 4, 8, 9, 10 A variantı. 65. Doğru sıraları müəyyən edin. Bazalt maqmatik, qneis çökmə deyil. Qneis metamorfikdir. Sonra torfda çökmədir, yəni yanlışdır. Biri götürmədik. Qranit maqmatik, daş kömür çökmə, kvarsit metamorfik. 2 tamamilə doğrudur. Maqmatik mərmər deyil, mərmər metamorfikdir. Burada 3 səhvdir, yəni ikisinin də yeri səhv yazılıb. 3'ü götürmürük. Pemza maqmatik, əhəng daşı çökmə, mərmər metamorfik doğrudur. Neft maqmatik deyil əlbəttə, ümumiyyətlə səhvdir. 2, 4 oldu bizim doğru cavabımız. Xromitin şərti işarəsi burada verilib. Xromitin şərti işarəsi əgər yadınızda qalmırsa, buradakı X hərfi ilə, baxın X hərfi var, sadəcə çərçivəyə salıblar və rənglibdir. Yəni xromiti bu X hərfini gözünüzdə canlandıraraq tapa bilərsiniz. Bu alüminiumdur, misdir, qızıldır və dəmirdir. E variantı xromitdir. 67. Xəritə sxeməsindən geotermik pillərin daha böyük olduğu əraziləri. Geotermik pillə temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlikdir. Və geotermik pillə geosignal ərazilərdə, seismik ərazilərdə daha kiçik olur. Yəni onlar daha aktiv ərazilər olduğuna görə, yəni temperaturun qalxmasını müşahidə etmək üçün çox dərinliyə getmək lazım olmur. Amma platformalarda, sabit ərazilərdə geotermik pillə böyük olur. Bizdən və yadda saxlayaq ki, geotermik pillə ilə geotermik qradiyent tərs mütənasibdirlər. Geotermik qradiyent isə 100 dərəcə dərinlikdə temperaturun neçə dərəcə artmasını deyilir. Geotermik qradiyent geosignallarda deməli böyük olur, platformalarda kiçik olur qradiyent. Geotermik pillə isə geosignallarda kiçik olur, platformalarda böyük olur. Pillə və qradiyent tərs mütənasibdirlər. Və bizdən pillənin böyük olduğu əraziləri istəyirsə, biz burada əlbəttə ki, platformaları götürməliyik. 1 Kordilyer dağları fəal ərazidir. 2 Ant dağları fəal ərazidir. 3 Afrikanın cənubu platformadır. Yəni burada yerləşən Kapajdaha dağlarda qədim dağlardır. Yəni bu ərazilər fəal ərazilər deyil. 4 yəni hardasa Himalay dağlarından keçdiyi ərazi uyğun gəlir. Bu da fəaldır. 5-dir ki, Yaponiya əlbəttə ki, seismik ərazidir. Burada sadəcə 3-də geotermik pillə böyük olacaq. 68-ə baxaq. Doğru və yanlış fikirləri müəyyən edin. Süxurların zaman keçdikcə parçalanıb xırdalanması aşınmadır. Bu doğrudur. Təbiətdə ən çox yayılmış maqmatik süxurlar əhəngdaşı, gips, təbaşir. Bu yanlışdır. Ən çox yayılmış maqmatik süxurlar qranit və bazaltdır. Qranit və bazalt kimi çökmə süxurlar bitki və heyvan, qranit və bazalt çökmə deyirlər, maqmatikdirlər. Bu da yanlışdır. Yerin dərin qatlarında yüksək temperatur və şəraitində mərmər dəyişərək neftə çevrilir. Xeyr, qətiyyən əhəngdaşı mərmərə çevrilir. Mərmər özü metamorfikdir. Bu da yanlışdır. Sadəcə bir doğru oldu bizdə, digər 3'ü yanlış. D variantı. 69. Mesopotamiya ovalığı, Ərəbistan yarımadası, İran körfəzi, Azərbaycan, Xəzər sahillərindən hasil edilir. Əlbəttə ki, neft, yəni bütün ərazilər göstərilir burada. Əlbəttə ki, neftlə zəngin ərazilərdir. 70. Effuziv maqmatik süxurları müəyyən edin. Bazalt effuzivdir, sienit intruzivdir, qabro intruzivdir, andezit effuzivdir, qranit intruzivdir, obsidian effuzivdir. 1, 4, 6 oldu effuziv maqmatik süxurlar. 71. Sink, şora, kobalt və xorək duzuna uyğun gələn şərti işarələri müvafiq olaraq təyin edin. Deməli, bir sink istəyir. Sink 4'dür. Yəni, içi rəngsiz olan 3 bucaq. Da verin ki, dəmirin rəngsiz formasıdır da. 4 sinkdir. 4-dən başlayır bizdə. Sonra şora. Şora 7'dir. Sonra 7. Kobalt ikinci.
kobalt. Xörək duzu da ki 8. Oldu 4, 7, 2, 8 D variantı. 72. Şərti işarələr əsasən faydalı qazıntıları qruplaşdırın. Bizdə verilib maqmatik və çökmə. 1 duz çökmədir, 2 neft çökmədir, 3 dəmir maqmatikdir, 4 kömür çökmədir, 5 mis maqmatikdir, 6 polimetal maqmatikdir. 1-ə gedir 3, 5, 6, 2, 1, 2, 4 C variantı. Deməli, 73. Yerin geoloji inkişaf mərhələsi üçün səciyyəvi deyil. Geoloji birinci planetar, sonra geoloji. Deməli, dünya okeanı yaranır, planetar mərhələ bitir, daha sonra geoloji mərhələ davam edir. Yer qabığının təbəqələri yaranmış, dağlar, düzənliklər əmələ gəlmişdir. Bu aiddir geolojiyə. Ağır maddələr yerin mərkəzinə yığılmış və onun nüvə artıq planetardadır, planetara aiddir, səhvdir, geolojiyə aiddir. Pangeya parçalanıb, geolojidir, Tetis okeanı parçalanıb, geolojidir, daş, kömür, yəni faydalı qazıntıların yaranması da geolojiyə aiddir. B oldu, planetara aid olan. Deyək ki, faydalı qazıntılardan hansı doğru verilib? 1 kömürdür. Harda verilib? Mis deyil. 1 kömür. Doğrudur, dedək var. Burada qarışıq verib. Gəlin variantlara baxa-baxa. 5 manqan doğrudur. 7 boksit, yəni alüminiumun xam malı da doğrudur. 10 almaz. B-də problem yoxdur. 2 dəmir filizi doğrudur. 6 gümüş xeyr, 6 qızıldır. C-də çıxdıq. 1 daş kömür, 9 daş duz. 10 polixi xeyr, 9 daş duz deyil. Çökmə duzdur. 10 da polimetal deyil, əqiqdir. D-də çıxdıq. 4 molibdən xeyr, 4 manqandır. Sadəcə qaldı B variantı. 75. Aşağıdakı əlamətlərin aid olduğu geoloji eranı müəyyənləşdirin. Laversiya və Gondwana parçalanaraq müasir materiklərə əmələ gətirib. Ümumiyyətlə, müasir materik, müasir okean bu aiddir Mezozoya. Müasir, yəni Pangeyanın parçalanması Paleozoydu, Lavrasiya və Gondwananın parçalanması isə Mezozoydu. Eyni zamanda örtülü toxumlar yaranıb və dinozavrların nəslinin kəsilməsi də Mezozoya aiddir. 76. Yenə də deyir ki, hansı doğru verilməmişdir. 1 daş kömür doğru verilib. 3 mis doğru verilib, 10 almaz doğru verilib. 2 dəmir filizi doğrudur, 6 qızıl doğrudur. 8 təbii qaz, bu da doğrudur. 4 perlit səhvdir, 4 neftdir. 5 molibdən xeyr, 5 manqandır. 7 kükürt xeyr, 7 alüminiumdur. Yəni C tamamilə səhv verilib. 1 daş kömür doğrudur. 9 daş duz, 9 kalium duzudur. Bu yanlışdır, 10 almaz, bu doğrudur. Yəni ikisi doğrudur, ona görə götürə bilmərik. 6 manqan doğru, 7 boksit, bəli, 9 daş duz, 9 ya xörək duzudur. İkisi doğrudur. Burada tamamilə yanlış olan oldu C variantı. Keçirik açıq tipli test tapşırıqlarına. Yer səthində temperatur 14 dərəcə Selsi olarsa 297 metr dərinlikdə neçə dərəcə olar? Deməli, və nəzərə alaq ki, 33 metrdə 1 dərəcə artır. Biz tapmalıyıq ki, 33-də 1 artırsa 297-də nə qədər artar? Yəni bu formada ki, yəni 33-də 1 dərəcə Selsi artırsa 297 metrdə x artacaq. X də bərabərdir 297-ni bölürük 33-ə. 297 33-ə baxaq 9 dəfə bölünürmü? 27, bəli, tamamilə tam 9 olaraq bölünür. Deməli, 297 metr dərinlikdə 9 dərəcə daha çox olmalıdır. Dərinə gedirik axı. Ona görə də müsbət 14 dərəcənin üzərinə biz 9-u gəlirik. Alırıq müsbət 23 dərəcə Selsi. Deməli, 297 metr dərinlikdə olacaqdır. Deməli, 23 dərəcə Selsi temperatur. Sonra keçək 78-ə. Temperaturun 20 dərəcə olduğu, yer səthində temperatur 20 dərəcədir. 240 metrdə 26 dərəcədir. Geotermik pillə tapın. Deməli, bizdən nə istəyir? 20 dərəcə verib,
240 dərinlikdə 26 dərəcə verib. Yəni nə qədər fərqi var? 6 dərəcə Selsi, nə qədər dərinlikdə 240 metrdə. Yəni 240 metrdə 6 dərəcə Selsidir. Geotermik pillərini tapmaq üçün yazmalıyıq x metr 1 dərəcə Selsi. X də bərabərdir 240 bölünsün 6-ya eləyir 40 metr. Tapdıq ki, geotermik pillə 40 metrdir. 79. Metamorfikləri seçək. Qneys, metamorfik, əhəng daşı, çökmə, gilli şist, metamorfik, mərmər, metamorfik, qranit, bazalt, maqmatik. 1, 3, 4. 80. Doğru çevrilmələri göstərin. Bazalt fosforitə səhvdir. Kalium daş kömürə səhvdir. Gips pemzaya səhvdir. Qranit qneysə doğrudur. Əhəng daşı mərmərə doğrudur. Qum daşı kvartsə doğrudur. 4, 5, 6 doğru çevrilmələrdir. 81. Maqmatikdə deməli mərmər metamorfikdir. Kvarsit metamorfikdir. Qranit maqmatikdir. Torf çökmədir. Daş kömürdə çökmədir. 1-də oldu 1-ə C, 2-yə D, Y, 3-ə A, B. 82. Yenə də uyğunluq. Qara metal və əlvan metal istəyir. Qara metala aiddir. Dəmir, manqan, xrom. Dəmir, manqan, xrom qara metaldır. Yəni alüminium əlvandır, xrom qara, dəmir qara, mis qalay da əlvandır. Yəni burada 1-ə oldu BC, 2-yə oldu AD, Y. 83-də bizdən doğru fikir istəyir. Dərinlik artdıqca süxurların nisbi yaşı artır. Doğrudur. Dərinliyə getdikcə artır yaş. Vahid qədim quru parçası Pangeya. Doğrudur. Çökmə süxurlar daha qədimdir, xeyr, daha cavandır. Qranit qabı effuzivdir, səhvdir, intruzivdir. Platformanın qalxanlarında maqmatik və metamorfik süxurlar üstünü təşkil. Bu da doğrudur. Qalxanlarda maqmatik və metamorfikdir. Əyilmələrdə isə çökmədir. 1, 2, 5. 84-də baxaq. Arxeyi, paleozoy və mezozoyu uyğunlaşdırmalıyıq. Pangeyanın Lavrasiya və Gondvanaya parçalanması Pangeya parçalanıb paleozoydur. Güclü vulkanizm ən qədim arxey. Lavrasiya və Gondvananın müasir materiklərə parçalanması mezozoy. Pantalasın müasir görürüksə mütləq mezozoyu götürək. 4-cü dövr buzlaşması Kaynozoya aiddir, o da burada verilməyib. Heç birinə getmir. 1-ə B, 2-yə A, 3-ə də C və D getdi. 85. Rəqəmləri arasında uyğunluğu müəyyən etməliyik. Kembri, Ordovik, 1-ə getdi Silur, yəni A. Devon, Kembri, Ordovik, Silur, Devon, daş kömür. 2-yə getdi Perm, yəni Y. Trias, Yura, Təbaşir, 3-ə getdi, yəni D. Paleogen, neogen, antropogen. 4 yoxdur burada. Aha. 1-ə A, 2-yə Y, 3-ə də D getdi. 86. Filiz mənşəli faydalı qazıntıları müəyyən edin. Qneys, qranit qneysə çevrilib, metamorfikdir. Daş kömür çökmədir. Molibden filizdir. Boksit filizdir. Torf çökmə 6 filiz. 3, 4, 6 oldu filiz. 87. Yer səthindən 100 metr dərinlikdə temperatur 22 dərəcə Selsidir. 298 metr dərinlikdə nə qədər olur? Əvvəlcə dərinlik fərqlərini tapırıq. 298 çıx 100. 198 metr fərq var. Bizə 100-ün temperaturunu verib, 298-i verməyib. Və biz tapmalıyıq ki, bu arada olan məsafədə temperatur nə qədərdir ki, sonra onun üzərinə gələk. Sonra yazırıq 33 metrdə 1 dərəcə Selsidir, 198 metrdə x olur. X də bərabərdir 198 böl 33-ə, bu da 6 dəfə bölünür, yəni 6 dərəcə Selsi. 100 metrdə 22-dirsə, arada olan 6 dərəcə, yəni 22-nin üzərinə 6 gəlirik. Alırıq ki, 28 dərəcə Selsi. 68 nə idi? 28 dərəcə Selsi temperatur var. Həmin 298 metr dərinlikdə. Çökmə süxurların çevrilmələri doğru göstərilib. Qum daşı kvarsitə doğrudur. Gilli şistə doğrudur. Gips bazalta səhvdir. Əhəng daşı mərmərə doğrudur.
Daş, kömür, qranitə səhvdir, çınqıl, torfa səhvdir. 1, 2, 4 doğrudur. Geoloji inkişaf mərhələsi üçün səciyyəvidir. Yer qabığının təbəqələri yaranmış, dağlar, düzənliklər, bəli, geolojidir. Kütləvi yağışlar planetara aiddir. Yəni dünya okeanının yaranmasından əvvəlki mərhələdə kütləvi yağışlar yağıb, sonra dünya okeanı yaranıb. Bu planetara aiddir. Ağır maddələr yerin mərkəzində yığılıb və onun nüvəsini əmələ gətirib, əlbəttə ki, planetara aiddir. Ay erasında baş verən, deməli, püskürmədən çıxan zərərli qazlar ilkin atmosfer də planetara aiddir. İlkin atmosfer yaranır, sonra dünya okeanı. Pangea'nın Lavrasi və Gondvanaya parçalanması geoloji paleozoy dövrü. Tets okeanının parçalanması əlbəttə ki, geoloji inkişaf. 1, 5, 6 oldu geoloji inkişaf. 90 uyğunluğu müəyyən edən yer qabığı, mantia və nüvə. Qalınlığı okeanlarda 5-10 km, materiklərdə 35-90-dır. Bu yer qabığına aiddir. 1-ə al. Bütövlükdə litosferə aid deyil. Litosferə aiddir yer qabığı və mantiyanın üst hissəsi. Nüvə isə bütövlükdə litosferə aid deyil. 3-ə B. Konrad sərhədi yerləşir. Qranit və bazalt qatının arasında. C. Astenosfer yerləşir. Mantia. Dəmir və nikel üstünü təşkil edir. Nüvədə. D. 1-ə AC, 2-ə D, 3-ə də B-Y. 91. Venn diaqramıdır maqmatik və çökmənin müqayisəsi. Bazalt və qranit maqmatikdir. Üzvi və qeyri-üzvi çökmədir. Daş, kömür və torf çökmədir. Yüksək temperatur və təzyiqdə dəyişə bilirlər. Hər ikisinə aiddir dəyişmə. İntruziv və effuziv də aiddir maqmatikə. 1-ə A-Y, 2-ə B-C, 3-ə də D aiddir. 92. Paleozoya aid olmayan. Paleogen kaynozoya aiddir. Neogen kaynozoya aiddir. Perm paleozoya aiddir. Silur paleozoya, Ordovik paleozoya, Jura isə mezozoya aiddir. 1, 2, 6 oldu paleozoya aid olmayan. Qeyri-filizləri seçməyimizi istəyir burada. 1 kobaltdır, filizdir. 2 civədir, civə də filizdir. 3 molibdendir, yenə filizdir. 4 şora qeyri-filiz, 5 duz qeyri-filiz. Oldu bizdə 4 və 5. Daha sonra 95-də deməli, intruziv maqmatik süxurları istəyir bizdən. Yox, 95-də də. Çökmə süxurlardan çevrilmiş metamorfik süxurlar 94-də. Çökmə olub, çevrilib, metamorfik olub. Qneys maqmatikdən çevrilib. Qranit qneysə. Mərmər çökmədən çevrilib, əhəngdaşı mərmərə. Qrafit, daş kömür çevrilib qrafitə. Fillit, deməli, kristallik şist, deməli, fillitə çevrilib. O da çökmə mənşəli süxur deyil. Kvars, qum daşı kvarsitə çevrilib. Bazalt daşı çevrilmə deyil. 2, 3, 5. 95. İntruziv maqmatik. Vulkan tufu effuzivdir. Sienit intruzivdir. Qabro intruzivdir. Andezit deməli effuzivdir. Qranit intruzivdir. Obsidian da effuzivdir. Oldu 2, 3 və 5. 96-ya baxaq. Uyğunluq platforma və kristallik bünövrəni. Süxurlar əslən üfüqi lay şəklində yatır. Deməli, bu aiddir platforma örtüyünə, üfüqi lay. Platformanın alt mərhələsində kristallik bünövrə yerləşir. Çökmə mənşəli faydalı qazıntılar platformadadır. Maqmatik və metamorfik kristallik bünövrədədir. Akkumulyasiya isə deməli, platformada üstündür. 1-də AC-yə, 2-yə B-dir. 97. Bitki və heyvan qalıqlarının toplanması nəticəsində əmələ gəlir, üzvü mənşəli çökmə süxurları istəyir. Daş, kömür, pemza, xeyir, torf, bəli. Yanar, şist, bəli. Qneys və bazaltda maqmatikdir. Çökmə mənşəli üzvü çökmə. 1, 3, 4. 98. Kriptozoy və fanerozoyu uyğunlaşdırmaq. Alp və Hersin qırışıqlığı. Fanerozoy. Kriptozoy gizli həyatdır, fanerozoy aşkar həyatdır. Arxa və proterozoy.
aiddir kriptozoya. Gizli həyat kriptozoy, Trias və Jura fanerozoy, 4-cü dövrdə fanerozoy. 1-ə BC, 2-yə ADY. 99. Deməli, filizlər istəyir bizdən, filiz faydalı qazıntılar. 1 alüminium filiz, 2 xromit filiz, 3 qlavür duzu qeyri-filiz, 4 kömür qeyri-filiz, 5 dəmir filiz. 1, 2, 5 oldu filiz. 100. Daş kömürün şərti işarəsi verib və deyir ki, buna uyğun gələn fikirlər. Yanar faydalı bəli yanardır. Maqmatik mənşəli xeyir deyil. Metamorfik xeyir deyil. Boksit aluminit nefelit xeyir deyil. Deməli, üzvü mənşəli olub bitki qalıqlarından yaranır. Bəli, doğrudur. Bu əlcə etdi. 1 və 5. 101. Neft verib, neft şərti işarəsinin aid olduğu faydalı qazıntıya uyğun gələn fikirlər. Boksit aluminit nefelinin tərkibində xeyir, bu alüminiuma aiddir. Üzvü mənşəli olub bitki və heyvan qalıqları doğrudur. Maqmatik mənşəli deyil. Yanar faydalı qazıntıdır. Bəli. Metamorfik deyil. Burada oldu 2 və 4. 102-yə baxaq. Çökmə mənşəli suxurlardan çevrilmiş metamorfik suxurlar. Gips metamorfik deyil. Qnais qranitdən çevrilib, çökmədən çevrilməyib. Yanar şist metamorfik deyil. Mərmər bəli əhəng daşından çevrilib. Kvartsit qum daşından çevrilib, doğrudur. Çökmədən çevrilmiş metamorfik suxurlardır. 4 və 5. Maqmatik suxurları müəyyən edən obsidian maqmatik, dolomit. Dolomit kimyəvi, üzvü mənşəli kimyəvi suxurdur. Üzvü mənşəli nə idi? Kimyəvi mənşəli çökmə suxurdur dolomit. Kimyəvi mənşəli çökmə suxur. Fosforit də çökmədir. Pemza maqmatik, qranit maqmatik, qrafit isə metamorfik, daş kömür çevrilib qrafitə. 1, 4, 5 oldu maqmatik. 104. Yerin planetar inkişaf mərhələsinə aiddir. Yer səthində kütləvi lava püskürmələri bəli planetara aiddir. Kriptozoy və fanerozoy geoloji dövrə aiddir. Su buxarının kütləvi kondensasiya nəticəsində güclü yağışlar bəli planetarda baş verib. Təqribən 2,5 milyard il davam edib. Bəli, planetara aiddir. Pangeyanın parçalanması geolojiyə aiddir. Tetisin parçalanması geolojiyə aiddir. Burada oldu nə? 1, 3 və 4. 105. Yerin planetar inkişaf mərhələsinə aid deyil. Yəni geolojiyə aid olanlar istəyir. Su buxarının kütləvi kondensasiyaya məruz qalması ilə güclü yağışlar aiddir planetara. Ona görə götürmürük. Deməli, 2,5 milyard il aiddir planetara. Pangeyanın parçalanması geolojiyə aiddir, götürülür, planetara aid deyil. Tetis okeanın parçalanması planetara aid deyil. Kütləvi lava planetara aiddir. Kriptozoy və fanerozoya bölünmədə geolojiyə aiddir. Oldu burada 3, 4, 6. Sonuncu suala baxırıq. Mezozoy və kainozoy eraların oxşar əlamətləri. 3 geoloji dövrə aiddir, bəli. Mezozoy ayrılır Trias, Jura, Təbaşir, kainozoy ayrılır Paleogen, Neogen və Antropogen. Lavrasiya və Gondwana parçalanaraq müasir materikləri bu sadəcə Mezozoya aiddir, ikisinə aid deyil. Çöküntülərin Azərbaycanda rast gəlinir, doğrudur. Qafqaz dağları yaranıb sadəcə kainozoya aiddir. Fanerozoy eonuna aiddir hər ikisi. Vahid Pantalas okeanı bölünüb, xeyr, Paleozoyda bölünüb. Bizdə aid oldu 1, 3 və 5 ortaq cəhətlər.